Salam dostlar, mən Nahid Həbibov. Yenidən sizinlə bir yerdəyik. Bu dərsimizdə keçən dərsdən bildiyimiz kimi MDI və MDI Child formlar haqqında məlumat alacağıq. Çox uzun olmayacaq dərsimiz. Qısa şəkildə sizə göstərməyə və başa salmaya çalışacağım. Bunun yanı sıra biz dərsimizdə main menu komponenti haqqında da az bilgi alacağıq. Mən keçən dərsimizdə qalan formun üstündə işləyəcəyim. Buradan yazdığımız kodları pozduram. Formuma bir main menu qoyuram. Standart yapağına. Üstünə 2 dəfə klik edirəm. Seçili olan yerdə birinci addır və bu yuxarıda olan adlar bu gördüyümüz hissədir. Burada da istifadə olunan main menudur. Sadəcə fərqli variantıdır. Onun altında açılanlarsa yazını yazdıqdan sonra artıq üstünə bir dəfə tıkıldatdıqdan sonra altında səliqə ilə çıxacaq. Mən bura fayl yazım ilk olaraq və mən fayl sözünə bastığım anda altta gördüyünüz kimi yenisi çıxdı. Bundan sonra da avtomatik yazdıqca özü bir sıralayacaq. Uzatmadan mən MDI form deyirəm. Daha doğrusu bunu shield ediyor. MDI shield. Bu mötərizənin içində bir şey yazaq. Bala form yazaq. Altında burada mən düz xətt qoysam, yəni tire qoysam, burada gördüyünüz kimi avtomatik olaraq mən üçün düz bir xətt verir. Bu da bizim arada bölgüləri eləmək üçündür. Məsələn, close-aya qədər ondan sonra bir xətt verib, burada diqqətlə baxsaq, baxın bu içində olan xətt o həmən minusdur. Buradan da sadəcə gördüyünüz kimi minus qoyulmaqla biz bu xətti əldə elədik. Burada belə görünür, proyekt işləyəndə artıq o şəkildə olmayacaq. Mən bura bir də proqramdan sıx yazım. Bu keçən dərsdə bildiyiniz kimi application terminate metodudur. Yada salmaq üçün bir də yazaq. Və MDI Child formumuzu kodlarına işləmədən öncə mən bir məlumatı nəzərinizə çatdırmaq istəyirəm. MDI və SDF formlar və ya başqa bir əməliyyatlar haqqında sonradan create olunan məlumatlarda iki form tipi var. Birinci hal-hazırda bizim debug elədiyimiz iki formumuz var. Bunlar ikisi də auto create olan variantdır. Bir də available variantı var. Bunların fərqi bilmək üçün bir açıqkən Project Options xüsusiyyətinə girib, budaqlı menyudan Forms seçənəyini basırıq və burada gördüyünüz kimi Auto Create Forms olan, yəni avtomatik proyekt açıldığı kimi burada 20 form varsa hamısı deklarə olur, yəni ki işləyir. Biz bir də burada sağ tərəfdə Available form var. Bu sadəcə create olduqda, yəni biz çağırdığımız anda deklarə olur. Bunu o tərəfə keçirmək üçün o düyməsinə ya da üstünə 2 dəfə çıqıldatmaq kifayətdir. MDI, SDF formlar və ya sonradan create olunan formlar kimi əməliyyatlarda biz bunu hökmən available edirik ki, həm eximiz bölünməsin, həm kodumuzda üst-üstə minməsin. Həm koddan əlavə də proyekt o vəziyyətdə işlədiyində MDI və MDI child şəklində, SDI form olduğu şəkildə avtomatik olaraq bizdə problemlər yaradır. Yəni formu açan kimi 5-6 form eyni anda siz əmr vermədən açılmağa başlayır. Bunu özünüz də gələcəkdə görəcəksiniz. Mən bu bağladım, gördüyünüz kimi buradan Project Options xüsusiyyətindən Forms budağını seçib, buradan Form 2-ni, yəni bala formu Available form tərəfə keçirdim. Burada ana form, yəni ki Form 1, bunun adını dəyişək, Form, hətta belə yazaq, ana form, mötərizə içində də yazaq, MDI form qoy bilək, Form 2-yə keçək, buradan da yazaq, bala form, belə olsun, form, mötərizənin içində yazaq, MDI nə child. Keçirəm Form 1-ə. Form 1-də burada mən keçən dərsdə border style göstərmişdim. Burada form style də var. Form style bizim üçün formun tipləri, hansı rejimdə işləsin şəklində əməliyyatlar edir. Normal rejimdə bizim hal-hazırda olduğumuz rejimdir. Burada form MDI form gördüyünüz kimi bir də MDI child var. Ondan da altında
normalın altında style on top var. Bunun da nə olduğunu sizə açıqlayacağım. Ana formumuz üçün MDI form, form ikimiz üçün də MDI child, yəni bala form seçirik. Burada da gördüyümüz style on top o deməkdir ki, onu seçsəz, hər hansı bir pəncərə açıq olsa, hər dəfə o pəncərənin üstü açar. Məsələn, normal standart şovla açılan pəncərədə ola bilər ki, siz pəncərəni açasınız, kodların xüsusiyyətindən ya bir handle metodu yazdığınız üçün forum, açdığınız forum ana forumun arxasında açılar. Bəzi hallarda belə şeylər olur. Onda heç əziyyət çəkmədən form stildən siz style on top qoyursunuz, o avtomatik ana forumun üstünə keçir. Bununla əlaqəli bir dərsimizdə gələcəkdə olar inşallah. Bu xüsusiyyətləri yerinə yetirdikdən sonra biz avtomatik bir kod yazmalıyıq. Kod yazaq. MDI stildə klikləyirəm. Mən burada necə kod yaza bilərəm? Burada use sətrimiz tanımlanıb artıq. Ola bilər sizdə sətr tanımlanmayıbsa, form 2-ni çağıra bilməzsiniz. Bunu biz bir neçə yolla çağıra bilərik. Biz dəyişən tanımlayıb çağıra bilərik. Ya da standart bir qısa kodla həll edək. Form create bir form create edək. Edə bilmirik. T-form create varmı? T-form 2 create deyirəm. İçinə nə yazacağım? Self. Self nədir? Hal-hazırda aktiv olan hər bir şey. Forum, əşya, komponent, hər şey. Və bunun çölünə çıxıb bir show deyim. Çox eybəcər kod yazdım. Bu kod işləyəcək, işləməyəcək bilmirəm. Create self. Buradakı məqsədim form 2-ni create eləməkdir. Nəyə? Hansı hal-hazırda aktiv olan formun içində göstər deyirəm. Bunun mənası odur. Amma bilmirəm, MDI formda bu təsdiqlənir, işləmir. Burada kodu oxusan, T-form 2. T-form 2 niyə yazdım? Form 2 yazardım, açılmazdı. T-form 2 ona görə yazdım ki, mən bunu create eləyirəm. Create niyə eləyirəm? Çünki biz available olan hissəyə atmışdıq form 2-ni. Burada da self aktiv olan formun içində göstər deyirəm. Çox qısa bir kod oldu. Və mən əvvəlcə biz xətamızı ortaya çıxmışıq. Bunu biz maksimizə saxladığımız üçün elə də qalıb. File deyirəm, MDI child deyirəm. Gördüyünüz kimi bizim bala formumuz MDI, burada da forma diqqət etsəz, formun içi biraz batıqdır. Və bu main menü bizim üçün bir menü başlığı və ikinci açılan menünün başlığı kimi şərait yaratır. Mən bunu maksimizə eləsəm, gördüyünüz kimi biz MDI child, yəni bala formumuz avtomatik ana formumuz kimi bir border style oluşturdu, yaratdı və bunu bizim main menü çubuğumuzun içində göstərməyə müvəffəq olur. Mən bunu böyütəcəm, bundan belə də böyük, bundan belə balacalaşar. Mən MDI child formu, bala formumu ana formunun içindən çölə çıxarda bilmərəm. Xüsusiyyət də burada budur. İndi yaxşı biz minimizə eləyək. Gördüyünüz kimi bura menünün içində bir yana düşüldü və mən bunu bağlasam bağlanmaz. Əlbəttə bağlanmaz. Çünki create eləmişəm. Create elədiyimi boşaltmamışam, azad buraxmamışam. Mən bunu close elədikdə avtomatik yenə minimizə olur. Bunun üçün çox əziyyət çəkməyə ehtiyac yoxdur. Burada işlətdiyimiz kod kimi form kimi seçib on close hadisəsində bir action yazacağıq. Action free deyəcəyik. Bu o deməkdir ki, bizim formumuzu yaratdığımız, create olunan hər hansı bir şey varsa onu azad edər. Mən bunu hətta form 1-dən bu maksimizə hadisəsini normala gətirim. Bu şəkildə dayansın. Yadaşa verməmişsə heç verməyək. Gördüyünüz kimi file dedim, MDI child dedim. Burada açıldı. Mən close dediyimdə artıq bağlanır. Heç bir yerə mən artıq o formu azad buraxmış olurum. Onun on close-unda niyə onu azad buraxım? Çünki həmən formun, MDI child formun close hadisəsində, bağlanış hadisəsində azad buraxıram. Və artıq o icra eləyəndə birinci boşaldır, create olunan şeyi azad buraxır və close elədiyim üçün də form tamamilə bağlanır. Gördüyünüz kimi maksimizə də olsa mən buradan X desəm, avtomatik olaraq form 2 bağlanır. Proqramdan çıx dediyim halda da application terminator işləyir və bu şəkildə. Gördüyümüz kimi bu
MDI və MDI çift formların işlənməsi və əməliyyatı aparılması bu cürdür. Buradan My Menu menüsünün çox rahat istifadə olmağa dəyər bir formdur. Gördüyünüz kimi File New dediyimdə belə bir sola menü daha çıxdı. Bu sub menüdür. Siz əgər belə bir menü yaratmaq istəsəz, yazdığınız başlıq üstündə sağ klikləyib Create Sub Menu desəz, bura artıq yeni bir menü yaratmış olarsınız. Bu dərsimiz bu qədər. MDI form və MDI Tilt form bala form haqqında verdiyimiz məlumatlar bu qədər. Bir sonraki dərsdə görüşmək ümidi ilə sağ olun, uğurlar.